hər kəs onu qəzəbləndirib məni qəzəbləndirib Allahı. Bunun hamısının incəlikləri var. Fatimə bədənimin bir hissəsidir deməklə bioloji mənanı nəzərdə tutmayıb Peyğəmbərimiz. Kim inana bilər, kim deyə bilər, nəuzubillah, Peyğəmbər Allahın razılığından kənar hərəkət eləyib. Peyğəmbər xanım Zəhra bədənimin bir hissəsidir deməklə, necə Peyğəmbər dində kimdirsə, xanım Zəhra da dində o şəxsdir demək istəyib. Deməli, burada ideoloji bir məna öz əksini tapmış olur. Başqa bir rəvayətdə biz görürük ki, həm də Peyğəmbər əleyhissalam Fatimənin razılığı ilə Allahın razı qaldığını, Fatimənin narazı qalması ilə Allahın narazı qaldığını bildirmiş olur. Bunun da mənası o deməkdir ki, xanım Fatimə-i Zəhra əleyhissalam bəzilərinin iddia elədiyi kimi, nəuzubillah, öz həvai nəfsinə görə nəsə istəməyib. Öz həvai nəfsinə görə hər hansı bir addım atmayıb. Əgər Allahın narazı qaldığı bir iş olarsa, xanım heç vaxtı o işə əncam verə bilməz. Peyğəmbər salavatıllahın bu hədisi onu göstərir ki, xanım nə edibsə və nə edəcəksə, məhz uca Rəbbimizin razılığını əldə etmək üçün o işləri görmüş olur. Bu da o xanımın fəziləti üstünə bir fəzilət gətirir. Elə bir xanım ki, Allah onu işləri ilə, onun razı qalması ilə razı qalır, onun qəzəblənməsi ilə qəzəblənmiş olur. Ona görə də xanım Fatimə-i Zəhra salamullahu əleyha sözün həqiqi mənasında Peyğəmbərliyin, yəni risalətin qorunmasında, risalətin düzgün təbliğ olunmasında və imamətin yetişməsində müstəsna bir yerə sahib olan şəxsiyyətdir. Diqqət edin, sonuncu imamımız İmam Sahibuz Zaman əleyhissalam. Buyurur ki, anam Zəhra mənim üçün örnəkdir. Mən onunla fəxr edirəm. Hədisi Əllamə Məclisi Biharul Ənvar əsərinin 53-cü cildində nəql edibdir.